Mən ateistlərin Allahı inkar etməsinə, Peyğəmbəri inkar etməsinə, Quranı inkar etməsinə, İslamı inkar etməsinə haqq qazandırıram. Onların inkar etdiyi Allahı mən də inkar edirəm. Onların inkar etdiyi İslamı, Quranı, Peyğəmbəri mən də inkar edirəm. Bilirsiniz niyə? Onların inkar etdiyi Allah ədalətsiz, sadist, bəndələrinə əzab verib bundan həzz alan, bəndələri zülm içində qalıb buna heç bir reaksiya verməyən bir Allahdır. Onların inkar etdiyi Peyğəmbər qadın düşkünü bir insandır. Onların inkar etdiyi İslam tərəqqidən məhrum, insanları geriyə aparan bir İslamdır. Bilirsiniz niyə? Çünki onlar zehinlərində bir dənə Allah formalaşdırıblar. Onlar zehinlərində bir Peyğəmbər formalaşdırıblar. Zehinlərində bir İslam formalaşdırıblar ki, həqiqi İslamla, Peyğəmbərlə, Quranla, Allahla heç bir əlaqəsi yoxdur. Ateizm ümumiyyətlə struktur olaraq inkar edici bir ideologiya olduğu üçün bir şeyi isbat edə bilmir deyə, həqiqəti də inkar edə bilmir deyə, həqiqətdən kənar bir şey özündən uydurur və başlayır onu inkar eləməyə. Mən dəfələrlə ateistlərlə söhbət eləmişəm, dəfələrlə görmüşəm ki, onların inkar etdiyi Allah, İslamın təqdim etdiyi Allahdan yerlə göy arasında fərq var. Onlara dəlil gətirirsən, deyirsən, yox, sənin inkar etdiyin din, İslam, Allah əslində başqa cürdür, qəbul etmək istəmir. Deyir, yox, mən bunu inkar etmək istəyirəm. Və inkar etmək üçün də məcburdur ki, özündən saxta bir dənə Allah formalaşdırsın, din formalaşdırsın. Bir sözlə, nə zaman ateistin bir İslamı, Allahı inkar etdiyini görsəniz, narahat olmayın. Onların Allahı ilə bizim Allahımız arasında yerdən göyə qədər fərq var.